göründüyü kimi, Samıqlılar 2-ci ərik festivalına yüksək səviyyədə hazırlaşıblar. İlin ilk məhsul bayramı ilə eyni gündə Aqrar Biznes Festivalının təşkili də ərik festivalına əlavə rəng qatıb. Festivallara bayram paradı ilə start verilib. Daha sonra hər kəs festivalların keçirildiyi məkana, şəhər meydanına toplaşıb. Burada müxtəlif növdə ərik meyvələri nümayiş etdirilib. İştirakçıların ən çox diqqətini çəkən isə illərin sınağından çıxan dədə-baba sort əriklər olub. 2-ci ərik festivalında ərikdən hazırlanan mürəbbə və şirələr də iştirakçılara təqdim edilib. 2-ci ərik festivalı milli mətbəximizin təamlarının hazırlanması ilə də yadda qalıb. Buyurun əziz qonaqlar, milli dadımızı sizinlə bölüşməkdən qürur duyurum. Nuş olsun. İncəsənət ustaları, eləcə də el pəhləvanları da məhsul bayramının şən ab-havada keçməsi üçün bacarıqlarını nümayiş etdiriblər. Məktəblilər də ərik festivalına töhfələrini veriblər. Ərik festivalınız mübarək! Baxın, bizim süfrəmizdə meyvə növündən hazırlanmış dekor işlərimiz var, şirələrimiz var, gözəl, möhtəşəm plovumuz var. Əvəzsiz Azərbaycanın milli mətbəxinə aid olan plovumuz var. Ərikdən istifadə edirsiniz. Bəli, burada biz ərik qurusundan istifadə etmişik. Mürəbbələr hazırlayırıq, şirniyyat növləri hazırlayırıq. Baxın, gözəl, möhtəşəm bir ərikdən tortumuz var. Bunun tərkibində də ərikdən istifadə edilibdir. Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti olaraq, daimi olaraq burada iştirak edəcəyik. Bugün bal nümunələrimizlə qarşısındayıq fermerlərimizin və ziyarətçilərimizin. Burada təbii ballarımız, daşkəsən balı, Kəlbəcər balı, Laçın balı və eyni zamanda propolislərimiz var, çiçək tozlarımız var. Həm sağlamlıqları üçün insanlarımızın, həm də ağızlarının şirin olması üçün buyurub gələ bilərlər. Gün ərzində buradayıq, davam edəcək. Qeyd edək ki, Samıq ölkəmizdə ən çox ərik yetişdirilən rayonlardan biridir. Burada 500 hektardan çox sahədə ərik bağları salınıb. Bu bağlarda 16 sort ərik yetişdirilir. Samıq rayonunun bölgəsində əriyi əkmək və onu artırmaq lazımdır. Onun gəlir çox gözəldir. Kür ovalığında ən yüksək kaliteli ərik əmələ gəlir. Artıq ikinci dəfədir ki, Samıq rayonunda keçirilən ərik festivalının əsas səbəblərindən də biri məhz ərik meyvəsinin bu rayonun milli brendlərinə çevrilməsinə hesablanır. Son illər aqrar sahənin dinamik inkişafına nail olmaq üçün bölgələrdə bir çox layihələr icra edilir. Onlardan biri də Aqrar Biznes Festivallarının təşkilidir. 13 məhsul festivalı keçirilməsi planlaşdırılır. Bizim iyul ayında növbəti 3 məhsul festivalı keçiriləcək. İyul ayının 3-də Şəmkir rayonunda, iyulun 20-sində Daşkəsəndə və ayın axırında Kürdəmirdə Bostan festivalının keçirilməsi planlaşdırılır. Ümumilikdə isə bu məhsul festivalları 6 ay ərzində noyabrın ayına qədər sonuncu heyva festivalı olmaqla 9 iqtisadi rayon üzrə həyata keçiriləcəkdir. 2-ci ərik və aqrar biznes festivalları bayram konserti ilə başa çatıb. Sonda atəşfəşanlıq olub. Xaliq Qurbanlı, Fuad Quliyev və Şən Cümşudova, ASTV Xəbər.